6-cı il maliyyə testlərinin 14-cü sual nizamına baxırıq. 1 və 2 cəryanlı mis naqillərin daxilindəki elektrik sahələrinin intensivlikləri arasında hansı münasibət doğrudur? İntensivliyin düsturu Y bərabərdir. U bölünsün L-dir. Onun yerinə gətirib IR yazsaq, bölünsün L-ə bilirik ki, müqavimətin düsturu Rho L bölünsün S-dir. Bu düsturu gətirib burada nəzərə alsaq, Y bərabər olur. U, deməli, U-nun yerinə IR yazmışıq. I vurulsun Rho, L bölünsün S-ə. Aşağıda da bir L var. Gördüyümüz kimi buradakı L-lər ixtisar getdi. Qaldı I, Rho bölünsün S-ə. Bunlar arca birləşib deyənə İ'lər eynidir, xüsusi müqavimətlər eynidir. S-lə intensivlik tərs mütənasib olmuş olur. Onda yazıram ki, Y1-in Y2-yə nisbəti bərabərdir. S2-nin S1-ə nisbəti. O da S2-nin yerinə 2S. Gördüyümüz kimi S2-miz 2S-dir. S-miz isə S-ə bərabərdir. Ona görə 2S-i bölürəm S-ə qalır 2. Yəni Y1 bərabərdir 2 Y2-yə. Doğru cavabımız olur A variantı.